Hamzat Chimayevin məğlubiyyəti yəqin ki, mənim kimi bütün MMA həvəskarlarını şoka saldı. Böyük bir kütlə döyüşün satılmış olduğunu deyir. Təbii ki, mən bu fikirlə razılaşmıram. Hamzat Chimayevə bu məğlubiyyət heç nə qazandırmadı. Ancaq qalib olsaydı bir neçə tərəfdən çox şey qazanardı. Döyüşdən aldığı qonorardan əlavə reklam və sponsorlardan da olduqca böyük miqdarda pullar qazanacaq. Bununla yanaşı Çeçenistan prezidenti Ramzan Kadyrov və dostları lüks maşınlar və sair bahalı hədiyyələr verəcəkdilər. Hər birindən də vacibi öz məğlubiyyətsizliyini və çempionluq kəmərini qorumuş olacaqdı. Ancaq Hamzat Chimayev bu günləri həm məğlubiyyətsizliyini, həm çempionluq kəmərini itirdi. Döyüşün birinci raundunda hər şey normal idi. Hamzat döyüş başlar-başlamaz saniyələr içərisində Stricklandin ayağına girir və onu yerə alır. Stricklendi yerdə saxlamaq çətin olsa da Hamzat Chimayev üstünlüyünü qoruyur və raund ərzində Stricklendi kontrol edir. Ancaq ikinci raundda baş verənləri anlamaq mümkün değildi. Strickland Hamzatı 3 dəqiqə ərzində yerdə saxlayır. Hamzat o qədər yorğun və bitkin görünür ki, hətta yorğunluqdan özü-özünü yerə yıxırdı. Hamzatın kardio və nəfəs probleminin olduğunu bilirdik. Ancaq bunun ikinci raundda büruzə verəcəyini düşünmürdüm. Növbəti raundlarda Hamzat demək olar ki, güləşmir və döyüş ayaq üstündə keçir. Strickland sadəcə olaraq məsafəsini qoruyur və atdığı cəb zərbələrlə Hamzatın sifətini deformasiyaya uğradı. Hamzat isə bütün zərbələri sifəti ilə qarşılayırdı. Bəzi yoxladığı takedownlar uğurlu alınsa da Stricklendi altında saxlaya bilmir. Ümumi olaraq döyüş çox yaxın döyüş idi və hakimlərin fikrinə qalmışdı. Yəni əgər hakimlər istəsəydi, Hamzat bu döyüşü qalib başa vura bilərdi. Yəni heç bir tərəfin çox açıq-aşkar bir üstünlüyü yox idi. Sadəcə olaraq bu gün Stricklandin günü idi və o yeni çempion olmağı bacardı. Təbii ki, məni təəccübləndirən tərəflər bununla da bitmir. Bildiyimiz kimi Hamzat Chimayev və Sean Stricklandin arasında çox böyük düşmənçilik yaranmışdı. Onlar hətta bir-birlərini öldürmək haqqında da danışırdılar. Hər iki tərəfin bir-birinə qarşı olduqca böyük kini və düşmənçiliyi var idi. Ancaq Hamzat Chimayevin dəfələrlə Stricklendi öpüb qucaqlamağı, gülümsəməyi, hətta çempionluq kəmərini Stricklandin belinə taxması məni çox təəccübləndirdi. Arada düşmənçiliyin davam etməsini təbii ki, istəmirəm. Ancaq biz ölənə qədər düşmən qalacağıq deyən ikilinin döyüşün içində canciyər olmaqlarını da başa düşə bilmədim. Çünki bu bir qədər səmimiyyətə təsir edir. Düşünürəm ki, bundan sonra nə Hamzat Chimayev, nə də Sean Stricklandin atdığı atmacalar, trash talklar, aqressiv davranışlar heç kimə ciddi gəlməyəcək. Yəni bunu qeyri-səmimi qəbul edəcəyik. Strickland'a bu haqda sual da verirlər. Strickland deyir ki, bir-birinizi qəfəsdə öldürməyə çalışırsınız. O qanıyır, sən qanıyırsan. Bu şeylər din və irqdən daha üstün şeylərdir. Orada ruhunuzu ortaya qoyursunuz və sanki qardaş kimi olursunuz. Cavab hardasa məntiqli idi, ancaq mən bu cür düşünmürəm. Hamzat Chimayevin o yaratdığı aura, göstərdiyi aqressiv davranışlar bir anda hamısı yox oldu. Hamzatın isə bu cür performansının səbəbi yəqin ki, çəki salma prosesi olub. Bildiyimiz kimi Hamzat 21 kilo çəki salmışdı və çəki mərasiminə cəmi 20 dəqiqə qalmış gəlib çəkisini verməyi bacarmışdı. Hamzatın vəziyyətinin olduqca pis olduğu onsuz da görünürdü. Məlum məsələdir ki, bir gün ərzində özünü tam mənasında bərpa edə bilməyəcəkdi. Hamzat döyüşdən dərhal sonra Dana White mən artıq bu çəkidə döyüşməyəcəm də deyib. Stricklanddə döyüşdən sonra müsəlman fanatlardan üzr istəyib. Hər bir halda nələrinsə normal getmədiyini görmək çətin değildi. Hamzat və Duplessis döyüşünə baxdıqda Hamzatın 5 raund ərzində Duplessisə necə işgəncə etdiyini görürdük. Hər kəsin düşündüyünün əksinə Hamzat o döyüşdə heç bir şəkildə kondisyon sıxıntısı çəkmədi. 5 raund boyunca çox aktiv döyüşdü və rəqibini kontrol etməyi bacarmışdı. Bu məsələdə Arman Sarıkyanın açıqlamalarına diqqət yetirmək istəyirəm. Arman Hamzatın əslində yüngül çəkiyə qalxıb Jiri Prohaska ilə döyüşməli olduğunu deyirdi. Ancaq UFC bu qərarı bir anda dəyişir və Hamzat Chimayev Strickland döyüşü təsdiqlənir. Səbəbdən də Hamzat həmişəkindən daha çox, yəni 21 kilo çəki salmaq məcburiyyətində qalır. Təbii ki, bu da Hamzat Chimayevin göstərdiyi döyüş performansına olduqca böyük təsir göstərdi. Hamzat daha bu çəkidə döyüşmək istəmədiyini desə də, mən Sean Strickland və Chimayev revanşını görmək istəyirəm. Hamzat özünü bu qədər pis hiss elədiyi halda açıq üstünlüklə məğlub olmadı. Yəni əvvəldə də dediyim kimi, əslində hakimlərin qərarından çox şey asılı idi. Əgər hakimlər istəsəydi, bu döyüşdə qalib Hamzat Chimayev seçilərdi. Ancaq Stricklendi də təbrik etmək lazım. Bir daha göstərdi ki, Stricklendi yerə almaq olsa da onu yerdə saxlamaq və təslim etdirmək çox çətin məsələdir. Ancaq yenə də düşünürəm ki, bu döyüş ikinci dəfə baş tutsa, Hamzat Chimayev qalib olacaq. Ancaq böyük bir düşmənçilik yaradıb sonra qəfəsdə qucaqlaşandan sonra düşünmürəm ki, bu döyüşün satışları böyük bir fərq yaradı. Burada məsələ düşmənçilik deyil, qeyri-səmimi davranış. Ən azından Xəbib və Conor hadisəsini hər birimiz bilirik. İkilinin düşmənçiliyi bu günə qədər də davam edir. Mənimsə bu mövzu haqqında deyəcəklərim bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm və əgər kanal fəaliyyətini bəyənirsinizsə, kanala abunə olmağınızı xatırlatmaq istəyirəm.